Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about asking direction from local person. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Also, I want to mention that you can support our channel or you can become a channel member if you want. So let's get started. First of all, I want to be tourist and then I will be local and I will explain how to express our, feelings or words. So, salam, üzr istəyirəm. Mən İçəri şəhər metrosuna necə gedə bilərəm? Salam, üzr istəyirəm. Mən İçəri şəhər metrosuna necə gedə bilərəm? Salam, üzr istəyirəm. Mən İçəri şəhər metrosuna necə gedə bilərəm? Which means, hello, excuse me, how can I get to İçəri şəhər metro? Hello, excuse me, how can I get to İçəri şəhər metro? Yəni, salam, üzr istəyirəm. Mən İçəri şəhər metrosuna necə gedə bilərəm? So, local will answer like that, probably. Buradan düz gedin, sonra sağa dönün. Buradan düz gedin, sonra sağa dönün. Buradan düz gedin, sonra sağa dönün. Which means, hello, go straight from here and then turn right. Hello, go straight from here and turn right. Yani salam, buradan düz gedin. Salam, buradan düz gedin, sonra sağa dönün. So, tourist again asks, piyada getsəm, təxminən neçə dəqiqə olar? Piyada getsəm, təxminən neçə dəqiqə olar? Piyada getsəm, təxminən neçə dəqiqə olar? Which means, if I go on foot, how many minutes will it take? If I go on foot, how many minutes will it take? Piyada getsəm, təxminən neçə dəqiqə olar? Piyada getsəm, təxminən neçə dəqiqə olar? And local will answer. Təxminən 10 dəqiqə. Təxminən 10 dəqiqə. Təxminən 10 dəqiqə. Təxminən 10 dəqiqə. Which means about 10 minutes. About 10 minutes. Təxminən 10 dəqiqə. Bəs metro kartı haradan ala bilərəm? Bəs metro kartı haradan ala bilərəm? Bəs metro kartı haradan ala bilərəm? Which means, where can I buy a metro card? Where can I buy a metro card? Where can I buy a metro card? Bəs metro kartı haradan ala bilərəm? Metronun girişində köşk var. Oradan kart ala bilərsiniz. Metronun girişində köşk var. Oradan kart ala bilərsiniz. Metronun girişində köşk var. Oradan kart ala bilərsiniz. Which means there is a kiosk at the metro entrance. You can buy it there. There is a kiosk at the metro entrance. You can buy it there. So, oldu. Çox sağ olun. Oldu. Çox sağ olun. Which means, okay, thank you very much. Okay, thank you very much. Oldu. Çox sağ olun. And, xoşdur. Uğurlar. Xoşdur. Uğurlar. Which means, you're welcome. Good luck. You're welcome. Good luck. Xoşdur. Uğurlar. And that's all. I hope you enjoyed and learned something. So, if you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. And don't forget to like, share and subscribe for more learning tips. Sağ olun, görüşene dek. Salam.
Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about asking directions, but it will be like a conversation. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are the right fit for you. So let's get started. Bağışlayın, mən itmişəm. Azadlıq metrosu hardadır? Bağışlayın, mən itmişəm. Azadlıq metrosu hardadır? Bağışlayın, mən itmişəm. Azadlıq metrosu hardadır? Mən itmişəm. Azadlıq metrosu hardadır? Which means, excuse me, I'm lost. Where is Azadlıq metro? Where is Azadlıq metro? I am lost means mən itmişəm. Mən itmişəm. I'm lost. Where is Azadlıq metro? Where is Azadlıq metro? It means Azadlıq metrosu hardadır? Salam, düz gedin, sonra ilk döngədən sağa dönün. Salam, düz gedin, sonra ilk döngədən sağa dönün. Düz gedin, sonra ilk döngədən sağa dönün. İlk döngədən sağa dönün. İlk döngədən sağa dönün. Which means, go straight, then turn right at the first corner. Turn right at the first corner. Hello, go straight, then turn right at the first corner. At the first corner. Düz gedin, sonra ilk döngədən sağa dönün. Sağa dönəndən sonra birbaşa gedim, yoxsa başqa dönüş olacaq? Sağa dönəndən sonra düz gedim, birbaşa gedim, yoxsa başqa dönüş olacaq? Sağa dönəndən sonra birbaşa gedim, yoxsa başqa dönüş olacaq? Sağa dönəndən sonra birbaşa gedim, yoxsa başqa dönüş olacaq? Yoxsa başqa dönüş olacaq? Which means, after turning right, should I go straight or is there another turn? After turning right, should I go straight or is there another turn? Is there another turn? Yəni, yoxsa başqa dönüş olacaq? Yox, başqa dönüş yoxdur. Düz gedin. Mərkəzi kitabxana binasının yanından keçəcəksiniz. Metro onun qarşısındadır. Yox, başqa dönüş yoxdur. Düz gedin. Mərkəzi kitabxana binasının qarşısından keçəcəksiniz. Daha doğrusu yanından keçəcəksiniz. Metro onun qarşısındadır. Yox, başqa dönüş yoxdur. Düz gedin. Mərkəzi kitabxana binasının yanından keçəcəksiniz. Metro onun qarşısındadır. Metro onun qarşısındadır. I'm repeating again. Yox, başqa dönüş yoxdur. Düz gedin. Mərkəzi kitabxana binasının yanından keçəcəksiniz. Metro onun düz qarşısındadır. No, there is no other turn. Go straight past the Central Library building. The metro is in front of it. The metro is in front of it. Yol boyu hansı işarələrə diqqət edim? 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 Which means, what sign should I look for along the way? What signs should I look for along the way? Yol boyu hansı işarələrə diqqət edim? Yol boyu park hotel binasını görəcəksiniz. O binadan sonra sağa dönün. Yol boyu park hotel binasını görəcəksiniz. O binadan sonra sağa dönün.
O binadan sonra sağa dönün. Yol boyu Park Otel binasını göreceksiniz. O binadan sonra sağa dönün. O binadan sonra sağa dönün. You'll see the Park Hotel building. Turn right after it. Turn right after it. You'll see the Park Hotel building. Turn right after it. Deməli, yol boyu Park Hotel binasını görəcəksiniz. O binadan sağa dönün. Təxminən uzaqdır. Təxminən uzaqdır. Təxminən uzaqdır. Which means approximately, is it far? Approximately, is it far? Təxminən uzaqdır. Yaxındır. 5-7 dəqiqəlik piyada məsafədir. Yaxındır. 5-7 dəqiqəlik piyada məsafədir. 5-7 dəqiqəlik piyada məsafədir. It is close, about 5-7 minutes walk. About a 5-7 minutes walk. It is close, which means yaxındır. About a 5-7 minutes walk. Piyada gedə bilərəm. Piyada gedə bilərəm. Can I go on foot? Can I go on foot? Can I go on foot? Piyada gedə bilərəm. Piyada gedə bilərəm. Can I go on foot? Bəli, yol təhlükəsizdir. Sadəcə yol keçidlərinə diqqət edin. Sadəcə yol keçidlərinə diqqət edin. Bəli, yol təhlükəsizdir. Sadəcə piyada keçidlərinə və yaxud yol keçidlərinə diqqət edin. Yol keçidlərinə diqqət edin. Which means, yes, the road is safe. Just pay attention to the crosswalks. Pay attention to the crosswalks. The road is safe. Just pay attention to the crosswalks. Bəli, yol təhlükəsizdir. Sadəcə yol keçidlərinə diqqət edin. Avtobus götürmək istəyirəm. Hansı dayanacaqdan minim? Avtobus götürmək istəyirəm. Daha doğrusu, avtobusa minmək istəyirəm. Avtobusa minmək istəyirəm. Hansı dayanacaqdan minim? Avtobusa minmək istəyirəm. Hansı dayanacaqdan minim? Avtobusa minmək istəyirəm. Hansı dayanacaqdan minim? Which means I want to take a bus. Which stop should I use? I want to take a bus. Which stop should I use? Which stop should I use? Mərkəzi kitabxananın qarşısında, Mərkəzi kitabxana binasının qarşısında dayanacaq var. Oradan 5 dəqiqəlik metroya çata bilərsiniz. Oradan 5 dəqiqəyə metroya çata bilərsiniz. Oradan 5 dəqiqəyə metroya çata bilərsiniz. Mərkəzi kitabxana binasının qarşısında dayanacaq var. Oradan 5 dəqiqəyə metroya çata bilərsiniz. Oradan 5 dəqiqəyə metroya çata bilərsiniz. There is a stop in front of the Central Library building. From there, you can reach the metro in 5 minutes. You can reach the metro in 5 minutes. Aydın oldu. Çox sağ olun. Which means it's clear. Thank you. Dəyməz. Yaxşı yol. Dəyməz. Yaxşı yol. Which means you're welcome. Safe travel. So, that's all. I hope you enjoyed and learned something. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. So don't forget to like, share and subscribe for more learning tips. Sağ olun, görüşene dek. Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about asking directions, but it will be like a conversation.
But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in description below to apply and see if our lessons are right fit for you. So let's get started. Bağışlayın, mən itmişəm. Azadlıq metrosu hardadır? Bağışlayın, mən itmişəm. Azadlıq metrosu hardadır? Bağışlayın, mən itmişəm. Azadlıq metrosu hardadır? Mən itmişəm. Azadlıq metrosu hardadır? Which means, excuse me, I'm lost. Where is Azadlıq metro? Where is Azadlıq metro? I am lost means mən itmişəm. Mən itmişəm. I'm lost. Where is Azadlıq metro? Where is Azadlıq metro? It means Azadlıq metrosu hardadır? Salam, düz gedin, sonra ilk döngədən sağa dönün. Salam, düz gedin, sonra ilk döngədən sağa dönün. Düz gedin, sonra ilk döngədən sağa dönün. İlk döngədən sağa dönün. İlk döngədən sağa dönün. Which means, go straight, then turn right at the first corner. Turn right at the first corner. Hello, go straight, then turn right at the first corner. At the first corner. Düz gedin, sonra ilk döngədən sağa dönün. Sağa dönəndən sonra birbaşa gedim, yoxsa başqa dönüş olacaq? Sağa dönəndən sonra düz gedim, birbaşa gedim, yoxsa başqa dönüş olacaq? Sağa dönəndən sonra birbaşa gedim, yoxsa başqa dönüş olacaq? Sağa dönəndən sonra birbaşa gedim, yoxsa başqa dönüş olacaq? Yoxsa başqa dönüş olacaq? Which means, after turning right, should I go straight or is there another turn? After turning right, should I go straight or is there another turn? Is there another turn? Yəni, yoxsa başqa dönüş olacaq? Yox, başqa dönüş yoxdur. Düz gedin. Mərkəzi kitabxana binasının yanından keçəcəksiniz. Metro onun qarşısındadır. Yox, başqa dönüş yoxdur. Düz gedin. Mərkəzi kitabxana binasının qarşısından keçəcəksiniz. Daha doğrusu yanından keçəcəksiniz. Metro onun qarşısındadır. Yox, başqa dönüş yoxdur. Düz gedin. Mərkəzi kitabxana binasının yanından keçəcəksiniz. Metro onun qarşısındadır. Metro onun qarşısındadır. I'm repeating again. Yox, başqa dönüş yoxdur. Düz gedin. Mərkəzi kitabxana binasının yanından keçəcəksiniz. Metro onun düz qarşısındadır. No, there is no other turn. Go straight past the Central Library building. The metro is in front of it. The metro is in front of it. Yol boyu hansı işarələrə diqqət edim? 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 Which means, what sign should I look for along the way? What signs should I look for along the way? Yol boyu hansı işarələrə diqqət edim? Yol boyu park hotel binasını görəcəksiniz. O binadan sonra sağa dönün. Yol boyu park hotel binasını görəcəksiniz. O binadan sonra sağa dönün. O binadan sonra sağa dönün. Yol boyu park hotel binasını görəcəksiniz. O binadan sonra sağa dönün.
O binadan sonra sağa dönün. You'll see the Park Hotel building. Turn right after it. Turn right after it. You'll see the Park Hotel building. Turn right after it. Deməli, yol boyu Park Hotel binasını görəcəksiniz. O binadan sağa dönün. Təxminən uzaqdır. Təxminən uzaqdır. Təxminən uzaqdır. Which means approximately, is it far? Approximately, is it far? Təxminən uzaqdır. Yaxındır. 5-7 dəqiqəlik piyada məsafədir. Yaxındır. 5-7 dəqiqəlik piyada məsafədir. 5-7 dəqiqəlik piyada məsafədir. It is close, about 5-7 minutes walk. About a 5-7 minutes walk. It is close, which means yaxındır. About a 5-7 minutes walk. Piyada gedə bilərəm. Piyada gedə bilərəm. Can I go on foot? Can I go on foot? Can I go on foot? Piyada gedə bilərəm. Piyada gedə bilərəm. Can I go on foot? Bəli, yol təhlükəsizdir. Sadəcə yol keçidlərinə diqqət edin. Sadəcə yol keçidlərinə diqqət edin. Bəli, yol təhlükəsizdir. Sadəcə piyada keçidlərinə və yaxud yol keçidlərinə diqqət edin. Yol keçidlərinə diqqət edin. Which means, yes, the road is safe. Just pay attention to the crosswalks. Pay attention to the crosswalks. The road is safe. Just pay attention to the crosswalks. Bəli, yol təhlükəsizdir. Sadəcə yol keçidlərinə diqqət edin. Avtobus götürmək istəyirəm. Hansı dayanacaqdan minim? Avtobus götürmək istəyirəm. Daha doğrusu, avtobusa minmək istəyirəm. Avtobusa minmək istəyirəm. Hansı dayanacaqdan minim? Avtobusa minmək istəyirəm. Hansı dayanacaqdan minim? Avtobusa minmək istəyirəm. Hansı dayanacaqdan minim? Which means I want to take a bus. Which stop should I use? I want to take a bus. Which stop should I use? Which stop should I use? Mərkəzi kitabxananın qarşısında, Mərkəzi kitabxana binasının qarşısında dayanacaq var. Oradan 5 dəqiqəlik metroya çata bilərsiniz. Oradan 5 dəqiqəyə metroya çata bilərsiniz. Oradan 5 dəqiqəyə metroya çata bilərsiniz. Mərkəzi kitabxana binasının qarşısında dayanacaq var. Oradan 5 dəqiqəyə metroya çata bilərsiniz. Oradan 5 dəqiqəyə metroya çata bilərsiniz. There is a stop in front of the Central Library building. From there, you can reach the metro in 5 minutes. You can reach the metro in 5 minutes. Aydın oldu. Çox sağ olun. Which means it's clear. Thank you. Dəyməz. Yaxşı yol. Dəyməz. Yaxşı yol. Which means you're welcome. Safe travel. So, that's all. I hope you enjoyed and learned something. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. So don't forget to like, share and subscribe for more learning tips. Sağ olun, görüşene dek.